Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Canlı yayım zamanı aparıcı Zaur diqqət çəkən açıqlama verib. O, niyə kimsə mənim telefonuma girməlidir deyərək telefonuna müdaxilə edilməsi ilə bağlı fikrini bölüşüb. Onun bu sözləri canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. İrandan salamlar. Sərvan, çox sağ olun. Qocayev Lətif, inşallah. Lətif, minnətdarıq. Samutdan sizə çoxlu salamlar. Cavid, təşəkkür edirik. İrandan salamlar. Minnətdarıq. Var olasınız. Aleykuma salam. Telefon məsələsi nə? Aşağı ilə. Məsələsi nə yerdə qaldı? Onu indi bu canlı yayın bağlanandan sonra biləcəyik. Mənim telefonumda 50 dənə kilit var. Sonra ardını danış. Sən bilirsən ki, bax, fotogalereyamda bir kilit var. Özdə simayla eləmişəm hamısını. Üzüm görsənməlidir orada. Ona da çarə taparıq. WhatsApp-ımın bir kilidi var, Telegram'ımın bir kilidi var, telefon nömrümün bir kilidi var, sonra mail adresimin bir kilidi var. Hamısı da özdə üzümə tutmasam göstərməz. Onu da taparıq. Sən narahat ol. Tapanmazsan aşkım. O sən elə. Tap da görənə var ki orada. Mənim ürəyim üzüm kimi təmizdir, açıqdır, süfrə kimi. Gəl. Bəli bacı, Al burada bax. uca tavalıq deyil, burada qazan söhbətidir. Ay. Özəli belə qazan yox, ha, qızdırılmış qazan. Belə oldu, belə qıpqırmızı olur və Niyə? Sən Elə səs nədir? çıxardır. Sən nədir? Qalayçı. Orta Qalayçı. əsrlərdə işgəncə verənlər olurdu. Əlində maşa ilə, tava ilə, nə bilim şeylə. Yox da yəni burada uca tava Mancanağa söhbəti salıb əmələ adam belə gəlmir. ayırırdılar, belə. Onlara Tava söhbəti əmələ gəlmir. Aha. Qoy. Bax gəldi. Qonağımız var. Çay qoyun bir dənə. İstidir bura, işıq yanır. İçdim istidən. Yufka giymişəm. Uzun. Qoymadı ki, bir rəngimi dəyişim. Ay sağ ol. Deyir heç nə yoxdursa niyə kilit qoymusan? Bax dilinə quzu kəsərəm, adını oxuya bilmədim. Faydalan. Tez-tez Bax, geyim. mən canlı efir aparıram tez-tez. Və yaxud da ki, televiziyadayam, işdəyəm, qoyuram otağa, birdən yadıma çıxır hardasa qalır, qoyuram ortalıqda. Hə, nə olur? Məsələn, nətər nə olar ki? Niyə kimsə mənim telefonuma girməlidir? Kimsə deyəndə həyat yoldaşın girə bilər də. Niyə girməlidir ki, həyat yoldaşım mənim telefonuma? Götür mənim telefonumu harasına istəyirsən bax. Neynirəm ki, mən baxmıram. Mən baxmışam sənin telefonuna. Baxmamısan amma bax da. Açıqdır da. Mən də baxmıram. Baxmaram, baxmağı sevmirəm. Xoşlamıram. Çünki paltar, o paltar kimidir? Telefon paltardır, geyimdir, şəxsi dünyandır, diş fırçan kimidir. Sənə aid bir şeydir, bu da mənə aid bir şeydir. Görsən deyir, doğrudan ailədə telefon kod olmamalıdır. Qapı döyülür. Açıqdır qapı. Ailə bilir yəqin bağlıdır da. Axşamınız xeyir. Açıqdır qapı. Söhbəti fırladır 100%. Mən qurdalamıram ki, açsın mesajı göstərsin. Baxmamısınız deyəsən videoya. İşləndirirsən məni. Gəl də gəl. Xayır. Gəl, hara gəlsən, gəl. Deyir Zaur boynuna al, işin yüngül olsun. Nəyə boynum alım, nəyə boynum almalıyam? Elə danışırsınız ki, elə bil ki, günah işlətmişəm, elə bil ki, Çaysən? böyük bir suç işlətmişəm, neynəmişəm. Ömür boyu həqiqətən də mənim elə alnımın yazısı belədir. Hansısa zibilli işi kimlərsə görər, axırda suçlu mən görsənərəm. Kimlərsə o zibilli işdən mənfəət götürər, axırda suçlu mən görsənərəm. Bax, bu mənim alnımın yazısıdır. Bu Elə mənim deyirsən, artıq- indi mən də onu deyirəm də. Hə, İndi mən yəni də ki, onu bax, deyirəm də. mənim taleyim belədir. Kimlərsə nədənsə görürsən ki, götürür, mənfəət götürür, səni qabağa verir, səni önə verir, səni qabaqda aparır, arxanda güya dayanıbdır. Amma sonra görürsən ki, o adamların heç birisi yoxdur, yenə zibilli işin içərisində sənin adın gedər. Yəni bu mənim alnımın yazısıdır. Bunu mən qınamıram heç kimi. Hə. Yolaram hamını. Yox. Belə Ulduz cırıq-cırıq. Kasemsotdur. Göndərəcəm Səninlə işi olan, mən ondan işim olar, söhbət ondan getmir. Amma mənə kodu Yox, deyəcəksən. nədir, Söhbəti fırlatma. Söhbəti fırlatma. Bir. Zamiqə bax hələ. Nə deyirsən? Mən razıyam Zamiqə. Hə, Zamiqə yaxşı, mən sənə həyat yoldaşıma deyərəm. Nə deyirsən? Yaxşı.
Onsuz da ona ad günü hədiyyəsi Neydi söz o vermişəm. kitabın adı neydi? Ruhun yolu. Buradadır. Görsənizlər, Zamik əzbər verir Qaqamın kitabını. Videomdan ötürü də ürəyə gedib. Asıl sen onu yevlakma. Barıştık elə belə. Barışıb eləməmişik. Gel. Odu gəl bağla da gəl. Ayıbdır, mənim söndürməyim düzgün deyil canlı yayımı. Gəl özün söndür. Gəl özün söndür, sağ ol. Aytan xanımsı Ulduz 0077. Yox, bayaqdan başının üstündəyəm Rəvani xanım. Hara pozur? Gəldi oturdu canlı yayımı açdı ki, biraz baş beyinlə aparmayayım. Başının ətini yeməyim. Can Kərimova, öpürəm sizi, var olasınız. Çox xoşbəxt olun, çox sağ olun, var olasınız. Eşq olsun. Necəsiniz? Əlayıq. Siz yaxşı olun həmişə. Çox sağ olun Leyla xanım, gözləriniz gözəl. Öpücüklər, xoşum gəlir Leyla adını. Gəlinimizin də adı Leyladır, yeri gəlmişkən. Vəxşə Leyla adlı qızlar hamısı çox gözəl oldular. Öpürəm hamınızı. Bir də Leylaların adına o qədər mahnılar var ki, mən deyərdim ki, adlar arasında Leyla adında olan xanımların bəxti gətirib, hər zaman da gətirsin bəxtləri, xoşbəxt olsunlar. Mahnı onların adına çoxdur. Aleykümselam. İndi mən bunu bağlasam canlını, ay uşaqlar. Siz demərsiniz ki, bağladım. Təzədən bu qədər adam ola bilər. 5100-dür TikTokda. Onun telefonunda TikTok açılıb. Bağlasam nətər olar? Haqlısınız deyir. Nə ilə bağlı? Sizi illərdir izləyirik, super ailəsi. Çox sağ olun. İnşallah. Necə olar sizcə? Düzgün çıxmaz, hə? Hə? Hə, Zamik, nəsə oldu? Yaman Çox sağ olun, var olun. Canım, Leylalar yazdılar hamısı. Hə, uşaqlar, bağlayayım bəlkə, bağlayayım da mesaja baxın. Prosta bağlasam kodu olmasa yenə də olmayacaq. Yoxsa belə canlıdan çıxsam kod açılacaq, kim bilir. Gözəl işləyirsə çox istəyirəm. Bağlama. Harda paylaşmışsınız videonu? Burada. Instagramda da TikTokda da.